Bizə deyilmişdi axı, küləklər olacaq, sellər olacaq, daşqınlar olacaq. Demək olar heç 2 həftə keçməyib və məlumat vermişdim ki, belə şeylər gözlənilir. Yəni bilirsiniz, bilirəm də, yəni məni elə ona görə çox istəyirlər ki, nə var olan deyirəm, heç vaxt da yalan satmıram ki, kiməsə yaxşı görünüm. Vəziyyət budur, zəlzələlər də gözlənilir. İran-İsrail məsələsi dayanacaq, sakit şey olacaq. Artıq TikTokda da vermişdim, burada da verirəm. Yəni panikaya da qapılmaq lazım deyil. İndi başlayıblar ki, Zəngəzur, neçə vaxt deyirəm ki, Zəngəzur sakitçilik olacaq. Görürsünüz, sakitçilikdir. Barışıq da olacaq, hər şey normal olacaq, yollar da açılacaq. Düzdür, başqa mənfi hadisələr olacaq, yəni söhbət zəlzələlərdən gedir, başqa toqquşmalar olacaq. Kiyevin vurulmağını bu da deyilmişdi bir neçə gün əvvəl.